Salam əziz yoldaşlar. Gəlin bugün sizinlə maraqlı bir isbat sualına baxaq. Deməli, kosinuslar teoremini hamınıza məlumdur. Kosinuslar teoremini hamınız bilirsiniz. Gəlin bu teoremin isbatını verək. Deməli, əlimizdə bir üçbucaq var, ABC üçbucağı. B təpəsindən bir hündürlük çəkdim, H. Tərəflər ABC-dir. Uşaqlar, məsələn, B tərəfinə yazaq X, A tərəfinə isə yazaq C minus X. Bu şəkildə adlandırdıq. H hündürlüyümüzdür. Gəlin görək, burada nə edə bilərik? Uşaqlar, deməli, birinci tərəf üçün, baxın, bu hissə üçün, bu üçbucaq üçün, gəlin Pifaqor teoremini tətbiq edək. Pifaqor teoreminə görə biz əgər burada H kvadrat ifadəsini tapmaq istəsək, yəni H-ı tapmaq istəsək, A kvadratından çıxmalıyıq C minus X kvadratını, düzdürmü? Pifaqora görə. Eyni zamanda digər üçbucağa görə baxsaq, bu üçbucağa görə baxsaq, H kvadratını tapmaq istəsək, B kvadratından X kvadratını çıxmalıyıq. Gəlin, H kvadratlar bərabər olduğuna görə bu verilmiş ifadələri də bir-birinə bərabər götürək və sadələşdirək. Bu şəkildə həll edirik. A kvadrat çıxılsın. Uşaqlar, birbaşa müxtəsər açıram C minus X kvadrat ifadəsini. Birincinin kvadratı, hasilinin 2 qatı. Qarşıdakı mənfiyə görə uşaqlar müsbət yazdım. Və çıxılsın X kvadrat. İkincinin kvadrat. Bərabərdir. B kvadrat çıxılsın X kvadratına. Bərabərliyin sağ və sol tərəfindən X kvadratları islah gedir. A kvadratı bərabərdir. Uşaqlar, mənfi C kvadratını B kvadratının yanına keçirdirəm. B kvadrat, C kvadrat keçir, olur müsbət C kvadrat və müsbət 2CX-i də sağa doğru keçirdirik, olur mənfi 2CX. Burada nə edirik uşaqlar? Gəlirik yenə də üçbucağa. Üçbucaqda, baxın, bu rəngləndirilmiş hissəni artıq silirəm. Bizim burada bir alfa bucağımız var, düzdürmü? Həmin bu alfa bucağına kosinus alfa desək, kosinus alfa. Kosinus alfa necə tapılır uşaqlar? Bitişik katetin, yəni X-in hipotenuza nisbətidir, yəni B-yə nisbətidir, düzdürmü? X-i buradan tapmaq istəsəm, B-ni gərək kosinus alfaya vuram. Həmin bu qiyməti, X-in bu qiymətini gətirib bu ifadədə yerinə yazırıq və belə bir ifadə alırıq. A kvadrat bərabərdir B kvadrat üstə gəl C kvadrat çıxılsın 2C. Uşaqlar, burada X-in yerinə də B kosinus alfanı yazıram. Olur 2BC kosinus alfa. Və beləliklə də o məşhur kosinuslar teoremini isbat etmiş oluruq. Teorem isbat olundu. Növbəti isbat videolarında görüşənə qədər sağ olun, sağlıqla qalın.